Доброе утро, драгоценная церковь. Değerli kilsə, sabahınız xeyir olsun. Rады приветствовать вас на нашем собрании, на нашем служении. Toplantımızda, xidmətimizdə sizi salamlamağa şadam. И сегодня хотел бы поделиться короткой мыслью. Bugün qısa bir fikirlə bölüşmək istəyərdim. Мы будем рассматривать, историю или свидетельство апостола Павла, до того, как он стал апостолом Павлом. Deməli, birlikdə Həvari Pavelin Həvari olmazdan qabaq olan bir əhvalatına, bir tarixinə baxacağıq. Да, но он был Савлом. Yəni, Həvari olmazdan qabaq o Şaul idi. Итак, до этого хотел бы рассмотреть один стих. Это притчи, 24 глава, 16 стих. Və bundan qabaq isə bir bəndə baxmaq istəyərdim. Məsələlər kitabı 24-cü fəslinin 16-cı bəndi. Итак, «Ибо 7 раз упадет праведник и встанет, а нечестивые впадут в погибель». Məsələlər 24-16 yazılıbdır ki, Salih 7 dəfə yıxılsa belə yenə qalxar. Şər insan büdrəsə bəlaya düçar olar. И здесь мы более подробно рассмотрим первую часть этого стиха. Və burada bəndin birinci hissəsinə daha ətraflı baxacaq. «Ибо 7 раз упадет праведник». Ki, Salih 7 dəfə yıxılar. Для начала число 7 здесь не конкретно 7, то есть это является как бы показателем многократного повторения Yəni, чего-либо. demək istəyirəm ki, burada yazılan 7 rəqəmi əslində 7 rəqəmi nəzərdə tutmur. Yəni, 7 deməklə çox dəfələrlə yıxılmaq nəzərdə В tutulur. данном случае это 7, то есть не 7 раз, а вообще сколько человек может упасть. Yəni ki, burada yazılan 7 həmən o 7-ni göstərmir, amma insanın neçə dəfələrlə yıxıla biləcəyini göstərir. И вторая часть этой первой части, это упадет праведник. Və həmən bu birinci hissənin ikinci parçası ondan ibarətdir ki, salih insanın yıxılmağından danışılır. И это говорится не о простом физическом падении, ну, наверное, физическом тоже. Праведник встанет, если он упадет. Yəni ki, burada məsələ fiziki yıxılmaqdan getmir, amma hər halda yenə də fiziki də yıxılsa o salih adam yenə də qalxacaq. Здесь написано о духовном падении. Amma burada söhbət ruhani yıxılmaqdan gedir. И сейчас я постараюсь вкратце изложить, значит, свидетельство апостола Павла. Və indi isə qısa olaraq Həvari Pavelin şəhadətini qısa olaraq çatdıracağam. Это написано в Деяниях 9 главе, можно ее изучить подробнее дома. Yəni bu barədə Həvarilərin işləri 9-cu fəsildə yazılıbdır. Evdə daha ətraflı onu araşdıra bilərsiniz. Итак, история начинается с того, что кто-то из нас знает, многие не знают. Значит, Павел как я уже и говорил, до того, как стать Павлом, он был Савлом. Və bir çoxlarımız bilir və bilməyənlər üçün deyim ki, Pavel adlandırılmazdan qabaq onun adı Şaul idi. И, значит, он жил тем, что преследовал верующих и учеников Христа. Yəni həyatı da ondan ibarət idi ki, imanları, Məsihə iman eləyənləri təqib edirdi. И тут написано, что он просит у первосвященника, значит, письма, которые отправятся в Дамаск, и в них будет написано то, что нужно будет, значит, тех, кого найдут, верующих и учеников, значит, свяжут и отправят в Иерусалим. Və yazılıb fəsil onunla başlayır ki, Şaul baş kahindən xahiş edir ki, bir məktub versin ona ki, bu məktub sayəsində Şaul Dəməşqə yola düşsün və orada İsa Məsihin ardıcıllarını, ona iman edənləri həbs edib, onları Yerusəlimə göndərsin. Итак, по дороге в Дамаск, скорее всего, Савл взял с собой, поскольку мы видим в Писании, взял с собой несколько людей и, в общем, отправился в Дамаск. Və beləliklə Pavel özü ilə birlikdə, Şaul özü ilə birlikdə bir neçə nəfəri götürərək Dəməşqə yola düşür. И по дороге в Дамаск резко осиял свет сверху, и Павел упал. Və Dəməşqə yolda gedərkən birdən bir işıq saçdı və Şaul yerə yıxıldı. И он удивился, он содрогнулся, устрашился этому.
heyrətə gəldi, yəni dəhşətə gəldi, qorxdu birdən и sпросил: «Кто же ты, Господи?» və soruşdu ki, ey ağam, sən kimsən? И Господь ответил, что это я, Иисус, которого ты гонишь. Və Rəbb də ona cavab verərək dedi ki, mən sənin təqib etdiyin İsayam. И Павел спросил у него: «И что же мне сделать?» Və Şaul ondan soruşdu ki, bəs mən nə edim? И Иисус отвечал ему: «Встань и иди в город, в который ты шел, и я тебе скажу, что тебе нужно будет сделать». Və sonra isə İsa Məsih ona cavab verdi ki, qalx və getdiyin şəhərə get, orada sənə nə edəcəyini deyəcəyəm. В этот момент Савл слепнет. Və həmən məqamda Şaulun gözləri kör oldu. И тут как раз-таки люди, которых он взял, помогли ему дойти до Дамаска. Və elə həmən anda onun yanında olan adamlar ona kömək etdilər ki, Şaul gedib Dəməşqə çata bilsin. И так он добрался до Дамаска. И тут мы переключаемся на следующего героя. Это Анания. Və Şaul gedib Dəməşqə çatdı və burada biz növbəti qəhrəmanımızla rastlaşırıq. Onun adı Hananiya idi. Итак, Господь обращается к Анании и говорит, что вот прибыл Савл, и тебе нужно будет как бы его найти, точнее не найти, да, в общем, найти его и помолиться за него, исцелить его слепоту. Və Şaul Dəməşqə çatandan sonra Rəbb Hananiyaya görsənir və deyir ki, budur Şaul Dəməşqdədir, sən onu tapmalısan və kömək etməlisən. И Анания в ужасе, я думаю, был от этих слов и спросил: а как, зачем, если он тот, кто гонит верующих учеников, и то есть у него есть право взять учеников Христа с Дамаска и отправить в Иерусалим. Və düşünürəm ki, Hananiya bu sözləri eşidəndə dəhşətə gəldi ki, yəni necə ola bilər ki, bizi təqib edən İsa Məsih imanlıları təqib etməkdən ötürü əlində məktubu olan kəs bizi axtarır ki, bizi əl-qolumuzu bağlayıb Yerusəlimə göndərsin. И мы переключаемся на 15 стих, значит, Деяния 9 глава, 15 стих. Və 15-ci bəndə oxuyacağıq, Həvallərin işləri 9-15. Но Господь сказал ему: «Иди, ибо он есть мой избранный сосуд, чтобы возвещать имя мое перед народами и царями и сынами Израилевыми». Yazılıb ki, amma Rəbb ona dedi, get başqa millətlərə, paşahlara və İsrail övladlarına öz adımı bəyan eləmək üçün bu adamı seçdiyim alətdir. И если мы вернемся к притчам 24:16, где написано: «Праведник 7 раз упадет и встанет». Əgər Süleyman məsələləri 24-cü fəslin 16-cı bəndinə qayıtsaq, xardakı yazılıb ki, Salih 7 dəfə yıxılar və qalxar. Эта часть истории показывает Павла, когда он не был праведником. Və həmən bu Şaulun məsələsindəki həmən o əhvalat hələ Şaulun imanlı, yəni salih olmadığı vaxtlardan danışır. Но посредством этого Бог использовал его для великих просто дел. Amma bütün bu şeylərdən istifadə edərək Tanrı Şauldan böyük işlər üçün istifadə etməyi И мы можем подумать, что после этого Павел был праведником, никогда не грешил, он следовал за Богом и так далее. Və düşünə bilərik ki, bütün bu hadisələrdən sonra Pavel daha heç vaxt günah etmədi, o salih insan oldu, yıxılmadı. Но в посланиях от римлянам, значит, мы видим то, что Павел говорит, что делает не то, что хочет. Və Romalılara məktubda biz Pavelin yəni istəmədiyi şeyləri etməsindən danışdığını Делает görürük. не доброе, а злое. Yəni xeyirxah işlər görmək əvəzinə pis işlər görür. Но Yəni istəmədən bunu edir. после того, как он принял Бога, Amma Pavel Tanrını Məsihi qəbul edəndən sonra, когда Дух Святой сошел на него, və müqəddəs ruh onun üzərinə inəndən sonra, когда Анания прикоснулся к нему, və Hananiya ona toxunandan sonra, я думаю, его жизнь изменилась. düşünürəm ki, onun həyatı dəyişdi. И теперь дальнейшие падения Павла, Və bundan sonra Pavelin sonradan yıxılmaqlarına gəlincə isə, и это падение, həmçinin bunlar da yıxılmaqdır. это все стало причиной к его росту. Yəni bu Dəməşqə yolda yıxılmağı da Pavelin ruhani boyatmasına И səbəb oldu. к его великим делам, которые он сделал. Onun sonradan edəcəyi böyük işlərə səbəb oldu. Что я хочу сказать? Nə demək istəyirəm?
У нас у каждого, не только у Павла, конечно же, у каждого верующего и bывают падения. Və yalnız Paveldə deyil, hər bir imanlının, hər birimizin həyatımızda yıxıldığımız məqamlar olur. Но Господь всегда поддерживает своей рукой. Amma Tanrımız hər zaman öz əli ilə bizə dəstək olur. Падение это не конец. Və yıxılmağımız bizim sonumuzun gəlməyi deyil. А если мы используем это падение для роста, Əgər bu yıxılmaqlarımızdan boyatmaq üçün, böyümək üçün istifadə ediriksə, то эти падения становятся благословением. onda bu yıxılmaqlarımız bizim üçün bir xeyir-duaya çevrilər. И как хорошо, что мы проигрываем и ошибаемся на самом деле. Хотя нам, конечно же, не nравится то, что мы Və проигрываем. nə yaxşıdır ki, bəzən biz yıxılırıq, uduzuruq və baxmayaraq ki, bu xoşumuza gəlmir. Потому что в наших ошибках и падениях является вся полнота и сила Бога. Çünki bizim həmən o səhvlərimizdə, yıxılmağımızda Tanrının qüdrətinin tamlığı görsənir. Поэтому будем вставать, когда нам тяжело, потому что Бог всегда нас поддерживает. Çünki çətin vaxtlarımızda gəlin qalxaq, çünki Rəbbimiz bizi dəstəkləyir. Аминь. Amin.